Salam Ülviyə xanım, xoş gördük sizi və mən çox sevinirəm çünki sizi tanıdığım müddətdə bir çox mövzulardan danışmışıq, amma bugün çox özəl bir mövzu haqqında danışacağıq. Çox sağ olun ki, qatılırsınız bu mövzu ilə bağlı görüşə. Çox sağ olun, mən də öz tərəfimdən istəyirəm, təşəkkür edirəm. Əslində sadə mövzu deyil, müzakirə edəcəyimiz mövzu. Biraz həyəcan doğuran mövzudur, amma düşünürəm ki, çox önəmlidir. Yəni bu haqda çox az müzakirələr, az görüşlər keçirilir və mən düşünürəm ki, həssas olduğuna baxmayaraq bu mövzu ilə bağlı müzakirələrə ehtiyac var. Maraqlıdır ki, biz həqiqətən də bütün bu müddət ərzində sizinlə idarəçilikdir, liderlikdir, komanda quruculuğudur, ünsiyyətdir, bütün bu məsələlər haqqında danışmışıq, amma sanki oktyabr ayı və həmin o süd vəzi xərçəngi ilə bağlı insanlarda fərqindəlik yaratmaq mövzusu gələndə mən özümdə də bir qədər düşündüm. Yəni əslində mənim üçün də doğma bir mövzudur, çünki xalam Əsunə eyni problemi yaşayır və sizin kimi də bir insan həmin mərhələlərdən keçib. Mən istəyirəm ümumiyyətlə sizin hekayədən başlayaq da. Yəni bu proses necə başlayıb, necə olub diaqnoz məsələsi, oradan girək mövzuya. Əvvəla istəyirəm sizin xalanıza şəfa arzulayam. Ümid edirəm ki, öhdəsindən gəlir. Bəli, ilk öncə nə demək istəyərdim? İnsanın başına bu gəlməyəcəyən əksər hallarda insanlar bunu inkar edir. Yəni heç kəs qəbul etmək istəmir ki, onunla belə bir hadisə baş verə bilər, belə bir xəstəliyə tutula bilər. Və mən də heç də seçilmirəm o insanların arasında. Çünki baxmayaraq ki, özümün tibbi təhsilim var və təhsil aldığım müddətdə də bu mövzuda əlbəttə ki, müəyyən məlumatla tanış olmuşdum və bütün riskləri də çox gözəl bilirdim. Yəni adi tibbi təhsili olmayan insanlarla müqayisədə daha məlumatlıydım. Amma buna baxmayaraq özümü demək olar ki, digər əksər insanlar kimi aparmışdım və çox güman ki, düşünürsünüz ki, mən o regular skrining müayinələrdən keçirdim. Əfsuslar olsun ki, yox. Mən də əksər qadınlar kimi düşünürdüm ki, mənim başıma gələ bilməz və aşkarlama 2021-ci ildə yay aylarının birində baş vermişdi. Səhər idman edərkən təsadüfən əlim toxunmuşdu həmin ahəyə və nəsə məndə bir şübhə yarandı və elə həmin gün həkimə müraciət edib müəyyən müayinələrdən keçəndən sonra diaqnoz qoyulmuşdu. Ümumiyyətlə bu tip məqamlarda, yəni rol oynayan kök səbəb nə ola bilər? Bu, yəni sırf düşüncə tərzi ilə bağlı bir şeydir, genetik məsələdir. Ümumiyyətlə onun kökündə nə dayanır? Səbəbləri müxtəlifdir, amma bu günə heç biri birmənalı öz təsdiqini tapmamışdı. Yəni ədəbiyyatda ümumiyyətlə bu xəstəliklə bağlı məlumatı daha detallı tanış olmağa çalışanda bir çox səbəblərdən biri odur ki, irsi xəstəlikdir, yəni daha çox vəsilikcə keçirilə bilər. İnsanın yaşayış tərzindən asılı ola bilər. Belə deyək də, bunlar hamısı mən sadaladığım risk qruplarıdır. Siqaret çəkmək, alkoqol böyük bir həcmdə qəbul olunması, digər stresli hansısa bir işlə məşğul olma və s. Bunlar səbəbi ola bilər. Amma eyni zamanda da qeyd etməliyəm ki, sağlam həyat tərzi sürən insan, nəslində heç kəsdə olmayan bir insan, eyni zamanda da nə alkoqol, nə siqaret çəkən, çox da stresli işlə məşğul olmayan insanlarda belə bu xəstəliyi aşkarlanır. Ona görə birmənalı onun səbəbi məlum deyil. Bəs bu, məsəl üçün, xəstəliklə baş eləmə prosesində düşüncə tərzinin əhəmiyyəti nə qədərdir? Mənim başa düşdüyüm odur ki, insanlar sanki ikiyə bölünür də, ya bu xəbəri eşidəndən sonra, ki onu da sizdən soruşacağım, sizdəki o daxili dialoqlar necə olur? Sanki bir hissəsi daha çox mən öhdəsindən gələrəm deyir, amma bir hissəsi sanki biraz küsür, həyata küsür, ümumiyyətlə baş verən hadisələrə küsür. Sizin orada düşüncə tərzi necə oldu? Çox gözəl məqama toxundunuz. Əslində insanın yanaşmasından çox şey asılıdır. İnsanların reaksiyası adətən bu şəxsi həyatda, biznesdə də eyni reaksiya var. Yəni ki, siz də tanırsınız, bir diaqramması var. İnsan gözlənilməz və belə deyək də, xoşa gəlməz hadisəyə necə reaksiya verir? İlk öncə əlbəttə ki, inkar etmə reaksiyasıdır. Yəni insan qəbul etmək istəmir ki, onun başına belə bir hadisə gəlib. Bir müddətdən sonra əlbəttə ki, o başlayır qəzəblənməyə, təhlil etməyə o məlumatı və sonda bəzi hallarda bu insanın iradəsindən asılıdır. Onun nə dərəcədə özünə
inamla yanaşmasına, ətrafındakı insanlardan çox şey asılıdır və sonda qəbul etmə stadiyası baş tutur. Yaxşısı odur ki, bütün bu stadiyalar tez keçsin. Çünki sonda sən onsuz da bunu qəbul etməlisən. Çünki əgər bu diaqnoz dəqiq qoyulubsa, nə qədər tez sən artıq hansısa bir addım görməyə başlayırsansa, o qədər də sənin şansın yüksəkdir ki, sən sağalacaqsın. Çox vacibdir sənin daxili buna yanaşman və eyni zamanda da yanında olan insanlardan. Belə hadisələr, xüsusən belə xəstəliklər olanda insanlar çox böyük bir panikaya düşür. Belə loru dili ilə desə, belə şaxsay-vaxsay başlayır və hamı bir ağlaşma qururlar da, yəni ətrafındakı olan insanlar. Və o məqamda xəstə insan özünü unudur, başlayır bu insanları sakitləşdirməyə və mən düşünürəm ki, bu çox önəmli bir məqamdır. Ətrafındakı olan insanlar maksimum dərəcədə pozitiv insanlar olmalıdır. Çünki insan özü daxilində də o yanaşmasını gərək maksimum dərəcədə çox pozitiv qorusun. İnanmalıdır, onun daxili iradəsi çox güclü olmalıdır. Və sənin ətrafındakı insanlar bunu dəstəkləyirsə, sənin bu xəstəliklə mübarizəyə gücün daha çox olur və sənin sağalma şansın daha yüksəkdir. Nəinki ətrafındakı insanlar daima ağlayıb və heyfslənirlər və s. Ona görə demək istəyərdim ki, əgər məni indi dinləyərkən hansısa bir bu xəstəliklə mübarizə aparan insan varsa, mütləq şəkildə ətrafında heç olmasa bir nəfər pozitiv insan olmalıdır. Onu daima dəstək olan pozitiv insan. Yəni bu insanların sayı mütləq deyil ki, çox olsun. Bir insan belə yetər. Düzü başqa sual soruşacaqdım, amma sizin indi o dediyiniz iradə və güclə bağlı məqamda maraqlı bir sual yaranır. Nə düşünürsünüz? Bu hadisə sizdəki olan gücü sınamaq üçün var idi, yoxsa gücü artırmaq üçün oldu? Çünki yadımdan çıxmayıb ki, sizdə həm də icma da var, güclüsən icmasını da qurmusunuz. O kontekstdə düşünsək, yəni bu baş vermiş hadisə İlviyə xanımın gücünü mü sınayırdı, yoxsa onun gücünə güc qatdı? Mən düşünürəm hər ikisi. Bəlkə də siz indi bu iki misalı gətirdiniz, amma bəzən insanlar həmin anda düşünür ki, bu cəzadır. Qətiyyən bu fikri ağla gətirmək olmaz. Çünki həm insanı sınaqdan keçirən bir haldır, eyni zamanda da onu bir daha da güclü edən. Və öz misalımdan deyə bilərəm ki, indi bilirsiniz, o anda mən onu tam da anlamırdım, atdığım addımlarımı. Sonradan artıq geriyə baxıb, keçmişə baxıb, özümə biraz təcrübələnirdim. Çünki müalicə keçərkən beynində fırlatdığım fikirlər bilirsiniz nə idi? Gələcəkdə bunu necə fərqli eləmək olar? Və yaxud da ki, digər xəstə insanları gördükdə, onlarla müqayisədə özü başlayırsan biraz da analiz təhlil eləməyə, öz davranışını, öz halını, hansısa bir xüsusən müsbət təcrübə yaşadıqca sən düşünürsən ki, bu tövsiyəni sən gələcəkdə ətrafında olan insanlara mütləq şəkildə çatdırmalısan. Və ən əsası və ya siz toxunduğunuz məsələ o ki, bundan sonra sən nə edəcəksən ki, cəmiyyətə, ətrafında olan insanlara müsbət bir dəyər qatasan. Və mən inanıram ona ki, yəni insanlar hansısa bir sınaqdan keçərkən həm özləri müəyyən nəticə çıxarıb özləri üçün daha güclü olurlar. Digər tərəfdən də bu bir işarədir ki, sən bundan sonra müəyyən addımlar atmalısan. Və müzakirə etdiyimiz mövzuda bu deməkdir ki, sən digərləri üçün sanki bir nümunə deməzdim, amma onları oyadan, vaxtında onlara düzgün məlumatı ötürən və bəlkə də dayaq ola bilən bir insan olmalısan. Özümüzə qalanda sanki həm bu güclü olma alınır, amma sevdiklərimiz, əsasən uşaqlarımız olanda da tutaq ki, biz biraz dəyişə bilərik. Mənə maraqlıdır ki, sizdə çünki daxili kommunikasiya baş verdi. Amma bu hadisələrin uşaqlara ötürülməsi prosesi necə oldu? Bacardıqca danışılmadımı, üstündən sadəcə danışılmayıb keçindimi, yoxsa birbaşa ünsiyyət elədiniz? Çünki mən daxildə xalamla bağlı bilirəm ki, orada sanki biz sonradan öyrəndik ki, belə bir proses gedirmiş. Anamla birlikdə arası gedirdilər, gəlirdilər. Birbaşa ünsiyyəti edilmirdi də həmin məsələnin. Və sizdə bu necə oldu? Yəni onu necə səsləndirdiniz və yaxud hansı dialoqlar yarandı orada? Dərhal əlbəttə ki, məlumatı ötürmədik, amma uşaqlar özünüz də bilirsiniz ki, onlar hər şey hiss eləyirlər.
eyni zamanda da sirr kimi saxlamadıq. Çünki bu xəstəliklə mübarizə apararkən insanın həm həyat tərzi dəyişir, onun xarici görünüşü dəyişir və uşaqlar onu görməyə bilməz. Əlbəttə ki, balaca o müzakirələrdən, söhbətlərdən başlayaraq yavaş-yavaş onlara o məlumatı ötürdüm. Yoldaşım da dəstək oldu, ailə üzvlərim dəstək oldu mənə bu halda və əlbəttə ki, mən düşünürəm ki, uşaqların həyatında o iz qoyur. Amma maksimum çalışdıq onu elə şəkildə edək ki, onlar onu bir negativ və faciə kimi qəbul eləməsinlər. Çünki nə qədər çox sən onu o şəkildə onlara təqdim eləyirsə, o qədər də onlar özləri də narahat olurlar, stressə düşürlər və sonra onu bərpa eləmək, onları normal vəziyyətə gətirmək elə özü də bir ayrıca bir problemə çevirirlər. Ona görə sadəcə balaca elə misallarla izah etdi və mənim halımda mən bir müddət onlardan kənar yaşamalı oldum. Çünki ölkə xaricində idim və ən yəqin ki, böyük stressi onlar onda keçirdilər. Çünki uzun müddət məni görmürdülər yanlarında. Amma yenə də zənglər vasitəsilə ünsiyyəti çalışırdıq saxlayaq. Sağ olsun yaxınlarım, qohumlarım, ailə üzvlərim öhdəsindən gəldik. Yəni icmanın olması böyük bir əhəmiyyət daşıyır. Siz bir də maraqlı bir məqamı danışa-danışa yəni yadıma salıram. Bu xərçənglə ilə bağlı vacib bir kəşfim budur ki, kimi dindirsən, o deyir ki, mənim həyata baxışım dəyişirdi. Sanki həyatın daha dəyərli olduğunu anında hiss edə bilirsən həmin hadisədən sonra. Məsələn, sizin həyatınıza olan ümumi baxışınızda hansı dəyişikliklər yaşandı? Yəni hər halda ki, eyni cürə davam eləmədiniz də həmin proseslərdən sonra. Əlbəttə. Bilirsiniz, istənilən insanın həyatında baş verən hadisə ona təsir edir. Əlbəttə ki, xüsusən belə hadisələr və prioritetlər dərhal dəyişir. Yəni ilk anda o məlumatı əldə edərkən hər şey arxa plana keçir və sən daha çox fokuslanırsan öz problemin üzərində. Bir maraqlı misal gətirəcəm. Müalicə alarkən bir universitet kampusunda periodik olaraq o müalicəmi alarkən gözləməli olurdum və belə deyək də açıq havada gəzirdim və orada çox gözəl bir park var idi, yaşıllıq var idi. Və bilirsiniz, maraqlı olan məqam odur ki, mən başladım o təbiətin gözəlliyinə dəyər verməyə, onu hiss etməyə, o ağacların nə dərəcədə yaşıllığın belə deyək də adamın gözü görərkən ondan həzz alırdı və ondan sonra mən hara getsəm də bayra hətta bir saatlıq gəzintiyə çıxanda mən təbiətlə bir sanki bir ünsiyyətə girirəm də. Yəni səmimi deyəcəm, ondan öncə heç çox da fikir verməzdim bunlara. Bəlkə çox nadir hallarda şəhər kənarına çıxdıqda və həqiqətən də çox belə fərqli gözəlliyi görəndə onu mən qeyd eləyirdim də özüm üçün. Amma indi sanki gördüyün hər an, xüsusən də bu təbiətə aiddir, o gözəlliyi dərk etməyə, bacarmağa başlamışam. Digər məqam odur ki, əlbəttə ki, insan çalışır hər dəqiqəsinə dəyər versin. Yəni anlayırsan ki, hər an sən onu itirə bilərsən. Yaxınlarınla ünsiyyət, uşaqlarla olan münasibət. Belə bir, bəlkə də eşitmisiniz, Konfutsiyonun belə bir səsləndirdiyi bir fikir var ki, sual verirlər ki, valideynə olan münasibət, hörmət dedikdə biz valideynə biz nəyə nəzərdə tuturuq? Bəzən biz düşünürük ki, bu mütləq sənin davranışındır, ona aid, ona bəslədiyin qayğıdır və s. Amma əslində insan gərək ilk növbədə özünü sevsin ki, onun ətrafında olan insanlar da onun xəstəliyinə görə, onunla hansısa bir negativ hal baş verdiyinə görə əziyyət çəkməsinlər. Çünki heç kəs xəstə insana qayğı göstərməyə, ona baxmağa meyilli deyir. Yəni biz təbiətcə hamımız egoistik, yəni bu belədir. Bəli, bəzilərimizdə bu daha çox hardasa görsənir, kimdəsə az. Bizim mənəvi borcumuzdur. Yəni bizim yaxınlarımızla nəsə baş verəndə biz əlbəttə ki, ilk növbədə çalışırıq onlara dəstək olaq. Amma ümumən götürsək, hamı istəyir ki, ətrafında olan insanlar sağlam olsun. Və burada mən istəyərdim bunu uşaqlar və valideynlər arasında o münasibətə gətirəm. Nə qədər biz özümüzə qayğı göstərsək, özümüzün sağlamlığımız haqqında düşünsək, o qədər də bizim uşaqlarımız
xoşbəxt olacaq və eynisi də uşaqlara aiddir. Nə qədər uşaqlar özlərini istəsə, öz sağlamlığına diqqət yetirsələr, o qədər də valideynlər xoşbəxt olacaq. Çünki onlara nəsə olanda bilirsiniz ki, ilk növbədə valideyn çox əziyyət çəkir və yəni bu heç kəsə arzu etmədiyimiz bir hala çevrilir. Əlbəttə ki, sarsıntı yaşaya bilərlər. Bəs bu sağlamlıqla bağlı belə anladım ki, bu məsələnin 4 mərhələsi var. 4 ən belə təhlükəlidir, 3 də ona çox yaxındır. Sanki birinci mərhələdə şans çoxdur da, yəni ki, o birinci mərhələnin hətta statistikalarda deyir ki, nə qədər tez tuta bilsəniz, nə qədər tez elə bir ki, fərqinə vara bilsəniz, 90% elə bir ki, ehtimal var ki, heç olmasa bir 5 illik sizdə pəncərə yaransın. Bu baxımdan hansı tövsiyələri görə bilərsiniz? Yəni ki, məsələn, xanımlarımızın əsasında, yəni ki, eləməli olduqları xüsusi addımlar nələr ola bilər? Əlbəttə ki, vaxtından müayinə. Müəyyən beynəlxalq standartlar var, protokollar var, hansına əsasən insanlar, xüsusən də bu xəstəliklə bağlı olan tələblər var, skrininq müayinələr var, hansılar ki, vaxtında keçmək lazımdır. Siz tamamilə doğru vurğuladınız. Nə qədər tez xəstəlik aşkarlansa, o qədər də sağalma şansı yüksəkdir. Bizim lokalda olan insanları mən az-çox sizin kimi də tanıdığımıza görə biraz da bir uzaq durmağa çalışırlar. Biraz səhiyyədən uzaq durmağa çalışırlar. O şərdən, bəladan, xətadan uzaq durmağa çalışırlar. Amma bu nə qədər mümkündür? Yəni nə qədər risklidir? O ən böyük problemdir. Azərbaycanda yəni bizim insanların özünə qarşı olan o sağlamlıqla bağlı xüsusən yanaşmaları çox da müsbət deyil. Çünki biz millət olaraq ən son nöqtəyəcən onu çatdırırıq. Ondan sonra artıq ağrı hisslərini keçirəndən sonra ancaq biz gedirik həkimə. Əlbəttə ki, o ən qorxulu vəziyyətdir. Müəyyən bir qaydalar var. 40 yaşından yuxarı, bəzi ölkələrdə hətta 35 yuxarı skrininqlər keçirilir, mammoqrafiya müayinəsi keçirilir və həmin o müayinədən keçilərkən insan artıq onu kontrol altına sala bilir. Bilir ki, ildə bir dəfə, müəyyən yaşdan yuxarı artıq 2 ildə bir dəfə keçirilən müayinələrdir. Onları mütləq keçmək lazımdır. Siz tamamilə düzgün vurğuladınız ki, əksər hallarda qadınlar getmir bu müayinəyə. Hətta bəziləri, mənim ətrafımda da belə insanlar var. Hətta müəyyən narahatçılıq yaşayırlar belə. Müəyyən simptomlar artıq var. Deyəndə ki, niyə müayinəyə getmirsən? İlk səslənən fikir odur ki, qorxuram. Nədənsə biz düşünürük ki, onu bilməzdən, yəni bəlkə də o xəstəlik mövcuddur, amma bilməsəm daha yaxşıdır. Nəinki mən onun vaxtında gedib baş gəldim və müalicəyə başlayım. Bu perspektivdən mən istəyirəm digər vacib məsələni öyrənim də. Siz məsəl üçün güclü sənin icması olaraq, bir də şirkətiniz olaraq məsələn insanlara bu istiqamətdə necə kömək edirsiniz? Yəni baxın, onları maarifləndirmək olsun, proseslərə cəlb eləmək olsun, nələr baş verir orada? Güclü sən icmasını mən əsas müalicəmi bitirdikdən sonra artıq normal iş qrafikıma qayıdandan sonra öz həmkarlarımla əyləşib o ideyanı ərsəyə gətirdim və o icmanı yaratdıq. İcmanın əsas məqsədi odur ki, insanları maarifləndirmək. Balaca addımları mən düşünürəm ki, biz böyük iş görə bilərik. Ona görə icma hal-hazırda bizim internetdə müəyyən şəbəkələrdə səhifəmiz var və həmin o şəbəkələr, o səhifə vasitəsilə biz müəyyən məlumatları yerləşdiririk. Ümumi statistik rəqəmlər, həyat tərzi ilə bağlı müəyyən tövsiyələr, tarixdə məşhur insanlarla bağlı hansısa bir məlumat var. Kimlər ki, bu xəstəliklə mübarizə aparıb. Yəni, bu məlumatların ötürülməsini biz çalışırıq insanları oyadaq. Eyni zamanda da bizim bir neçə bu illər zamanı, bu il artıq 3-cü ildir ki, bu icma fəaliyyət göstərir. Həmin o icma çərçivəsində müəyyən bir qurumlarla, həm özəl, həm dövlət xəstəxanaları ilə bizim bir neçə hətta tədbirlə və onkoloji mərkəzlə bir tədbirlərimiz keçirilmişdir. Biz təmənnasız, pulsuz xanımlara müayinələr təklif edirik və yenə də bunun məqsədi odur ki, xəstəlik varsa erkən aşkarlansın və dərhal müalicəyə başlasınlar insanlar. Bu icma tərəfidir. Bəs Paşa Həyat tərəfində nələr var? Nə eləyə bilirsiniz? Paşa Həyat sığortanın çox gözəl məhsulları var. Sağalmaz xəstəliklərin sığortası məhsulu. Digər xəstəliklərlə yanaşı biz bu
süd vəzi xərçəngindən də təminat veririk. Çox minimum premiya ilə insanlar təminat ala bilir və burada əsas nəyə vurğulamaq istəyərdim? Çünki o məhsul haqqında danışanda insanlar çox qorxur. Onlar düşünürlər ki, mən indi onu əldə etsəm mütləq mən xəstəliyə tutacağam. Amma onun digər tərəfi də var. Çünki artıq bu baş verəndən sonra adətən nə baş verir? Yəni insanın öz vəsaiti çatmayanda o çalışır kimdənsə o dəstəyi alsın. Bu ya qohumlar olur, ya dostlar olur, ya işdə həmkarlar və yaxud da ki şirkət rəhbərliyi. Təklif elədiyimiz məhsul bu mənada çox gözəl bir məhsuldur. Nəyə görə? Çünki əgər diaqnoz qoyulursa, xəstəlik aşkarlanırsa, müəyyən bir məbləğ ödənilir həmin sığortalıya və həmin o məbləğ çərçivəsində o xəstəliklə bağlı olan xərclərini qarşılaya bilir. Belə mən baxıram dünya statistikalarında, hələ ki, qərb ölkələrində biraz daha böyük əhali var bu məsələdən əziyyət çəkən. Bizdə məsələn daha çox kişi xeyalaqlarında ürək tutmasından elə bir ki, keçinmələr çox olur. Xanımlarda məsəl üçün səhv eləmirəmsə 3000-4000 nəfərlik bir xüsusi qrup olur da il ərzində statistikaya əsasən. Amma belə anladım ki, onda onlar rahat müraciət edə bilir və öncədən öyrənə bilirlər də, yəni sizin şöbə yaxud filiallardan ya internet üzərindən tanış ola bilirlər həmin proqramla ki, yəni. Onlar bizim şirkətə müraciət edib həmin məhsulla bağlı məlumat əldə edə bilərlər. Amma bundan savayı da əlbəttə ki, mütəmadi o müayinələrdən keçməlidirlər. Siz dedikcə mən bir fikir də yadıma düşdü. Bu xəstəliyə təkcə qadınlar tutulmuş. Yəni statistika üzrə hardasa 1% süd vəzi xərçəngi xəstəliyinə kişilərdə tutulur. Sadəcə ümumi belə bir fikir elədir ki, ancaq qadın xəstəliyidir bu, əksini yox elə deyir. Kişilər də tutula bilər. Ülviyə xanım, bu mərhələdə mənə maraqlı olan bir sual qalır. Ümumiyyətlə bu hadisə baş verəndən sonra idarəçilik və fəlsəfənizdə nələr dəyişir? Çünki mən bilirəm ki, siz məsuliyyəti çox sevirsiniz və ümumiyyətlə qərarlar vermək sizin işinizin ayrılmaz bir hissəsidir. Amma burada sanki siz öz həyatınızı və gələcəyinizi mütəxəssislərə həvalə eləməli olursunuz. Sizin yerinizə biraz qərar verməli olurlar. O prosesə necə yanaşdınız və qayıdandan sonra ümumiyyətlə komanda ilə işdə nə dəyişdi? Çox maraqlı sualdır. Əslində bilirsiniz, biz biznes belə deyək də iş həyatımızda da bu ifadəni tez-tez bu sözü istifadə edirik, etibar. Eynisi də şəxsi həyatımızda. Etibar çox önəmlidir və burada əgər həmin bu sınaqdan keçərkən əlbəttə ki, siz dediyiniz kimi həkimlərə etibar etmə çox önəmlidir və mən düşünürəm ki, hər kəsin gərək öz həkimini tapsın və burada ona etibar çox önəmlidir. İnanmadığın mütəxəssisə sadəcə adı var və kimsə sizə tövsiyə edibsə, amma o ilk görüşdən və yaxud da ki, müalicə alarkən siz görürsünüzsə ki, sizdə etibar yoxdur, yaranmır. Çox güman ki, sizin müalicəniz də müsbət keçməyəcək. Yəni deməzdim ki, nəticəsiz olacaq, amma yenə də daha ağır keçə bilər. Ona görə çox önəmlidir ki, inandığın həkimə, etibar elədiyin həkimə müraciət eləyəsən. Biznes həyatda isə yenə də etibar. Yəni burada mən o prosesdən keçərkən əlbəttə ki, bir müddət şirkətdən kənarlaşmalı oldum və burada da komandama etibar etməli oldum və düşünürəm ki, komanda bu sınaqdan çox gözəl keçdi və çalışırdım mütəmadi periyodik olaraq onlarla ünsiyyətdə olan çox vacib, önəmli məsələlərdə müəyyən tövsiyələrimi verəm. Amma əlbəttə ki, fokusum tamamilə başqa yerdə idi, siz anlayırsınız və komanda içində çox gözəl bir sınaq oldu və düşünürəm ki, necə ki, şəxsi həyatında indi, peşəkar həyatında o insanlar bir müddət sənsiz çalışarkən, sonra sən geri dönərkən başa düşürsən ki, nə dərəcədə sən bir dayanıqlı bir sistem yaratmısan, hansı ki, bir müddət sənsiz çalışa bilir. Yəqin ki, ən ilk özümə çıxartdığım nəticələr bizneslə bağlı bu olmuşdu. Və burada vacibi odur ki, ondan sonra komanda ona alışandan sonra təzədən eyni köhnə yanaşmaya qayıtmayasın. Çünki o sərbəstlik ilk anlarda o biraz insanlara gərginlik gətirə bilər. Yəni əgər o həmişə o qərarları verməyibsə, birdən-birə verməli olur. Amma tədricən ona alışır və artıq qayıdandan sonra vacibdir ki, o vərdişləri onların əlindən almayasan.
Onlar özləri də bundan keçərkən böyüyürlər, inkişaf edirlər. Və o demək deyil ki, sən qayıdandan sonra sənin işin olmur. Yox, sənin daha strateji, daha vacib mövzulara fokuslanmağın önəmlidir. Eynisi də ailədə, amma ailədə biraz fərqlilik nədən ibarətdir? Bayaq siz uşaqlar mövzusuna toxundunuz. Əlbəttə ki, çalışırsan o intervalı necəsə bərpa eləyəsən. Yəni, ünsiyyəti biraz da sıxlaşdırırsan, sən olmadığın müddət ərzində müəyyən sıxıntılar əgər yaşanıbsa, çalışırsan onları necəsə aradan qaldırmağa. Belə isə mən düşünürəm, hər kəs özü üçün bir ona məxsus olan, ona aid olan bir nəticə çıxarır. Siz danışa-danışa mən 2016-cı ilə qayıtdım. Orada mən özümün övladımın bir əməliyyat prosesi var idi və valideyn olaraq biz sanki birdən-birə detektivə çevrilməli olduq da, dedikdə düzgün həkimi tapa bilmək. Sanki biz profiling deyirlərdi, bütün həkimlərin adlarını tapırdıq, harda təhsil alıb, nə eləyib, nə qədər eləyib, necə eləyib. İndi buradan o Murad həkimə mən səslənirəm, o çox böyük bir iş gördü və bizi də sanki bir valideyn kimi əmin eləyə bildi ki, yəni narahat olmayın, hər şey qaydasında olacaq. Bu birinci məsələ. İdarəçi kimi delegasiya eləyə bilmək, yəni bir çox idarəçi adətən mən təcrübəmdən belə bilirəm ki, tələsmir eləməyə, istəmir deyə bilərik, amma kainat sanki onlara biraz o şansı yaradırdı müxtəlif hadisələrlə, karmik hadisələrlə. Mən buna çox inanıram və sanki siz də indi bir nəticə çıxardınız, eyni zamanda da bu nəticəni həm də özünüzün komandanızla birlikdə yaşadınız. Düşünürəm ki, bizə lazım olan bütün o mövzulardan keçdi. Mən qısaca bir dənə istəyərəm ki, əsas məqama qayıdaq da birinci mərhələdə təsbit olunması məsələnin, o şərə, xəta, bəlaya inanmadan sadəcə gedib üstünə tez həll eləmək məsələni və ancaq xanımlarda deyil, həm də bəylərdə də var imiş. Maraqlıdır ki, bizdə burada da bir çəkiliş əsnasında bir maraqlı bir case oldu. O sizin dediyiniz 1%-in bir nümayəndəsi var idi. Bu da belə çıxır ki, karmik bir hadisədir, mənə elə gəlir ki. Eyni zamanda da yəni siz onda belə çıxır ki, xüsusi bir şərait yaradırsınız. Yəni bu xərclərin yükü altında qalmasın deyə, həm də ki, bizim vətəndaşlarımız üçün paşa həyat olaraq müəyyən bir fürsət yaradırsınız. Bizim bu rubrikanın özünün bir adəti var. Yekunlaşdıranda biz həmişə onu eləyirik. Hər bir qonağımızdan bir sual soruşuruq ki, bəs izləyicilərimizin şəxsi həyatında və şəxsi inkişafı üçün onlara lazım ola biləcək hansı məsləhəti verə bilərsiniz? Məsləhətim, tövsiyəm elə bu mövzu ilə bağlı olacaq. Əgər bu çətinliklə, bu sınaqla hal-hazırda üzləşən insan məni izləyirsə, daha səbirli olmaqlarını və daha müsbət düşünməklərini tövsiyə eləyərdim. Eynisi də mən istəyərdim burada bir paralel çəkəm. Bizim gündəlik işimizlə bağlı, gündəlik sürdüyümüz həyatla bağlı istənilən hansısa bir çətinlikdən, sınaqdan keçərkən nəyə görə bu baş verib, nədən olub, onlara fokuslanmaqdansa daha çox nə etməliyəm ki, mən bunun öhdəsindən gəlim, bacarım. Yəni daha çox bu istiqamətdə və əlbəttə ki, daha pozitiv düşünməyə məsləhət görərdim. Təşəkkür edirəm sizə bugünkü Mən də sizə. mövzu üçün və müzakirə üçün. Çox sağ olun. Xoş oldum.